Allah Mərdim Azara lənət eləsin. Bayaq sizə bəd xəbər verdim. Özümdən asılı deyil idi. Ki, deputatlar genel ilki büdcəni təsdiq edib. O büdcədə maaşların, pensiyaların, təqaüdlərin artırılması nəzərdə tutulmasa da cərmələrin, vergilərin artırılması nəzərə alınıb. Amma bu son deyil imiş, ümid var imiş. Bilirsiniz ki, bu yaramaz deputatlar qanunu qəbul edəndən sonra o qüvvəyə minməsi üçün dövlət başçısı, prezident onu imzalamalıdır. Deməli, o qərar gedəcək İlham Əliyevin üsulunun üstünə. Hamımız bilirik ki, xalqa onun məhəbbəti sonsuzdur. Xalqımız da onu çox istəyir. Elə dünən mən bir video çəkmişdim ki, İlham Əliyev burnunu kəsdirib. Nə qədər adam ömründən kəsib İlham Əliyevə bağışlamaq istəyirdi ki, Allah onun canına dəyməsin. İndi dua eləyin, alqış eləyin, ümid eləyin ki, İlham, axı çox tez-tez deyirlər, axı ki, İlham Əliyevin bu işlərdən xəbəri yoxdur. İlham Əliyev deputatların o qəbul elədiyi qərarı imzalamasın. İmzalamasın. İnanırsınız buna ki, o yaramaz deputatların büdcə ilə bağlı qəbul etdiyi qərar İlhamın dərkənarını görməyəcək.